Cəvşənül Kəbir, böyük zireh duası, sıxıntı və bəlalardan qurtulmaq üçün dua. 1-ci bölüm. Ərəbcə oxunuşu. Bismillahirrahmanirrahim. Allahümmə inni rəsəlükə bi əsməikə ya Allah, ya Rahman, ya Rahim, ya Alim, ya Halim, ya Azim, ya Hakim, ya Qadim, ya Muqim, ya Kerim. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xallisna minən nar. İndi də duanın mənası. Rəhman və Rəhim olan Allahın adı ilə. Allahım, səndən bu isimlərinin haqqı üçün istəyir, sənə yalvarıram. Ey hər cür nöqsan sifətlərdən uzaq, bütün gözəl isimlərin, uca və əzəli sifətlərin və hər şeyin həqiqi məbudu olan Allahım. Ey dünyada dost və düşmən ayırmadan bütün məxluqatı ruziləndirən Rəhman. Ey axirətdə itaətkar qullarına xüsusi ehsan və şəfqət göstərəcək Rəhim. Ey olmuş olanı, olmaqda olanı və gələcəkdə olacaq şeyləri bilən, yanında kainatda heç bir şey gizli qalmayan və elmi kiçik-böyük, zahir-batin, hər şeyi əhatə edən alim. Ey günahkar qullarının üsyanlarına baxmayaraq, cəzalandırmaqda tələsməyən, çox səbirli, həlim. Ey hər şeyin yanında kiçik olan əzəmət, böyüklük, ululuq sahibi, azim. Ey hər şeyi yerli yerində edən, hikmət sahibi, həkim. Ey varlığının başlanğıcı olmayan və əzəldən bəri var olan qadim. Ey bizatihi qaim və daim olan, varlığı və varlığının davamı üçün heç nəyə möhtac olmayan və hər şeyi varlıqda tutan muqim. Ey xeyri çox olan, səxavətli, bağışı tükənməyən, hər cür şərəf və fəziləti özündə toplayan, işləri tərifə layiq, bağışlayıcı, kərim Rəbbimiz. Subhan sən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. 2-ci bölüm. Ərəbcəsi. Ya seyyidə sədət, ya mucibəd də'avət, ya vəliyyəl həsənət, ya rafi'əd dərəcət, ya aziməl bərəkət, ya qafirəl xatiyyət, ya dafi'əl bəliyyət, ya səmi'əl əsvət, يا معطي المسؤولات يا عالم السر والخفيات سبحانك لا إله إلا أنت الأمان الأمان خلصنا من النار. Ey əfəndilərin əfəndisi! Ey bütün dualara cavab verən! Ey bütün xeyir və yaxşılıqları qoruyan və mükafatlarını verən! Ey dərəcələri, rütbə və məqamları yüksəldən! Ey sonsuz rəhməti ilə maddi və mənəvi neymətlərə bərəkət verərək artıran! Ey səhvli qüsurları bağışlayan! Ey bütün bəlaları uzaqlaşdıran! Ey bütün məxluqatın kiçik, böyük, gizli, açıq, bütün səslərini bir-birinə qarışdırmadan birdən eşidən. Ey bütün məxluqatın istəklərini verən. Ey sir və gizlilikləri bilən Rəbbimiz. Sübhan sən ya Rəbb. Səndən başqa ilah yoxdur. Səndən aman diləyirik. Qoru bizi cəhənnəmdən. 3-cü bölüm. Ya xayral qafirin, ya xayran nasirin, يا خير الحاكمين يا خير الفاتحين يا خير الذاكرين يا خير الوارثين يا خير الحامدين يا خير الرازقين يا خير الفاصلين يا خير المحسنين سبحانك لا إله إلا أنت الأمان الأمان خلصنا من النار.
Duanın mənası. Ey bağışlayanların ən xeyirlisi, ey yardım edənlərin ən xeyirlisi, ey ədalətlə hökm edənlərin ən xeyirlisi, ey ən lütfkarlıqla hər şeyin yolunu açanların ən xeyirlisi, ey yad edənlərin və edilənlərin ən xeyirlisi və özünü zikr edənləri unutmayanlara ən gözəl qarşılığı verən, ey özündən başqa hər şeyin fani olduğu, hər şeyin yox olmasından sonra bəqi qalan və qulların malik olduqları şeylərin yalnız özünə aid olduğu, ey özünə həmd edənləri ən gözəl şəkildə mükafatlandıran, ey ruzusu bol olan və təkrar-təkrar verən, ey haqqı batildən ayıranların, hökm edənlərin ən xeyirlisi Rəbbimiz. Subhansən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik. Qoru bizi cəhənnəmdən. Amin. 4. bölüm. Ya mən ləhul izzu vəl cəməl, ya mən ləhul mulku vəl cəlal, ya mən ləhul qudrətu vəl kəmal, ya mən huvəl kəbirul mütəal, ya mən huvə şədidul mihal, ya mən huvə şədidul iqab, ya mən huvə səri'ul hisab, ya mən huvə indəhu husnul şəvab, ya mən huvə indəhu ummul kitab, ya mən yunşi'us səhabəs siqal. Subhanəkə la ilahə illə əntəl əmanul əman, xallisna minən nar. Duanın mənası. Ey izzət və cəmalin həqiqi sahibi, ey səltənət və böyüklüyün həqiqi sahibi, ey qüdrət və kəmalın, mükəmməlliyin həqiqi sahibi, ey ulular ulusu və çox uca yalnız özü olan, ey cəzası çox dəhşətli, əzabı çox şiddətli olan, ey cəzası şiddətli olan, ey hesabı sürətlə görən, ey yanında ən gözəl mükafatlar olan, ey hər şeyin yazıldığı kitab yanında olan, ey yağmur yüklü bulutları yaradıb yüksəldən Rəbbimiz. Subhan sən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik. Qoru bizi cəhənnəmdən. 5. bölüm. Duanın ərəbcəsi. Və əsəlükə bi əsmaikə, ya Hənnan, ya Mənnan, ya Dəyyan, ya Ğufran, ya Burhan, ya Sultan, ya Subhan, ya Musta'an, ya Zəl-Minni vəl-Bəyan, ya Zəl-Əman. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xallisna minən nar. Duanın mənası. Allahım, səndən bu gözəl isimlərinin haqqı üçün istəyir, sənə yalvarıram. Ey təkrar-təkrar mərhəmət edən, özündən üz çevrənə yönələn Hənnan, ey yaxşılığı və ehsanı çox olan, nemət verən Mənnan, ey qullarını etdiklərindən hesaba çəkən və heç bir əməli zayi etmədən qarşılığını verən Dəyyan, ey qullarının günahlarını bağışlamaqla örtən Ğufran, ey qullarına haqqı və doğru yolu göstərən, özünün və hər şeyin varlığına dəlil olan Burhan, ey hakimiyyət və səltənətin həqiqi sahibi Sultan, ey bütün qüsur və nöqsan sifətlərdən uzaq, hər cür gözəllik və mükəmməlliklərin sahibi Sübhan, ey hər kəsin özündən yardım istədiyi Musta'an, ey yaratdıqlarını sonsuz nemətləri ilə bəsləyib böyüdən və qullarına düşüncələrini ifadə etmə gücü verən, məqsədini ən gözəl şəkildə açıqlayan Zəl-Mənni vəl-Bəyan, ey hər cür qorxu və təhlükəyə qarşı varlıqlara əminlik, huzur və rahatlıq bəxş edən Əman. Sübhan sən ya Rəbb, səndən başqa ilah yoxdur, səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin. Ya Rabbəl aləmin. 6. bölüm. Duanın ərəbcəsi.
يا من تواضع كل شيء لعظمته، يا من استسلم كل شيء لقدرته، يا من زل كل شيء لعزته، يا من خضع كل شيء لهيبته، يا من انقاد كل شيء لملكه، يا من دان كل شيء من مخافته، يا من انشقت الجبال من خشية، يا من قامت السماوات بأمره، يا من استقرت الأرض بإذنه، يا من لا يعتدي على أهل مملكته. سبحانك لا إله إلا أنت الأمان الأمان خلصنا من النار. Duanın manası: Ey əzəməti qarşısında hər şeyin boyun əydiyi, ey qüdrətinə hər şeyin təslim olduğu, ey izzətinə qarşı hər şeyin boyun əyib itaət etdiyi, ey heybəti qarşısında hər şeyin boyun əydiyi, ey səltənətinə qarşı hər şeyin itaət etdiyi, ey hər şey qorxusundan ona qul olan, ey cəlalının qorxusundan dağların paramparça olduğu, ey əmri ilə göylərin ayaqda durduğu, ey izni ilə yeryüzünün sabitlik tapdığı, ey xalqa zülümdən uzaq olan səltənət sahibi Rəbbimiz. Sübhan sən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin ya Rəbbəl aləmin. 7-ci bölüm. Ərəbcəsi: Ya ğafirəl xataya, ya kəşifəl bəlaya, ya muntəhər rəcaya, ya mucziləl ataya, ya vəsi'əl hədaya, ya raziqəl bəraya, ya qadiyəl munaya, ya səmi'əş şəkaya, ya ba'ithəs səraya, ya mutliqəl usara. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xəllisna minən nar. Duanın mənası: Ey xətaları bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey ümidlərin ən son və ən uca mərcisi, ey ehsanları bol olan, ey hədiyyələri çox olan, ey məxluqatı ruziləndirən, ey ölülərə hökm verib vaxtında yaradan, ey şikayətləri eşidən, ey ehtiyac içində olanların imdadına ordular göndərən, ey maddi və mənəvi əsarət içində olanları azadlığa qovuşduran Rəbbimiz. Subhanəsən ya Rəbb, səndən başqa ilah yoxdur, səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin. Ya Rabbəl aləmin. 8-ci bölüm. Ərəbcəsi: Ya zəl həmdi vəstənə, ya zəl məcdi vəstənə, ya zəl fəxri vəl-bəhə, ya zəl əhdi vəl-vəfə, ya zəl əfvi vəl-rida, ya zəl mənni vəl-ətə, ya zəl fasli vəl-qəda, ya zəl izzəti vəl-bəqa, ya zəl cudi vəl-nə'mə, ya zəl fadli vəl-ələ. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu xəllisna minən nar. Duanın mənası: Ey yalnız özünə həmd və sənalar edilən, ey hər cür şan, şərəf və ucalıqların sahibi, ey sonsuz tərifə layiq olan və bütün ucalıq və gözəlliklərin sahibi, ey vəd etdiklərini yerinə yetirməyə qadir olub, ən gözəl şəkildə yerinə yetirən, ey bağışlanma və razılıq istəyənləri bağışlayıb, razı olan, ey məxluqatına saysız hesabsız nemət və bağışlar verən, ey hər məsələnin həlli, hər hökmün icrası yalnız özünə aid olan, ey sonsuz izzəti ilə birlikdə sonsuz və əbədi olan, ey nemətlərini səxavətlə ehsan edən, ey qarşılıqsız yaxşılıq və nemətlərin sahibi olan Rəbbimiz. Sübhan sən ya Rəbb, səndən başqa ilah yoxdur, səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin ya Rəbbəl aləmin. 9-cu bölüm. Ərəbcəsi: Və əsəlükə bi əsmaikə, ya maniyə, ya dafiyə, ya nafiyə, ya səmiyə, ya rafiyə, ya saniyə, ya şafiyə, ya camiyə, ya vəsiyə, ya musiyə. Sübhanəkə la ilahə illə əntəl əmanul əmanu, xəllisna minən nar. Duanın mənası: Allahım, səndən bu gözəl isimlərinin haqqı üçün istəyir, sənə yalvarıram.
Ey vermək istəmədiyi şeyi maniyə olan məni. Ey istədiyi şeydən istədiyini dəf edib uzaqlaşdıran dəfi. Ey faydalı şeyləri yaradan və istədiyinə istədiyi kimi verən nəfi. Ey hər şeyi eşidən səmi. Ey hər cür ucalığa sahib olub istədiyini yüksəldən rafi. Ey hər şeyi sənətlə yaradan sani. Ey istədiyinə şəfaət edən və istədiyinin də şəfaətini qəbul edən şəfi. Ey bütün yaxşılıq və gözəllikləri özündə toplayan, haşirdə bütün məxluqatı huzurunda bir yerə yığan cami. Ey hər şeyi əhatə edən vəsi. Ey hər cür genişliyə sahib olan və istədiyini istədiyi qədər genişləndirən Musi Rəbbimiz. Sübhan sən ya Rab, səndən başqa ilah yoxdur, səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin, ya Rabbəl aləmin. 10. bölüm. Ya sani'a kulli məsnu', ya xaliqa kulli məxluq, ya raziqa kulli mərzuq, ya malikə kulli məmluq, ya kəşifə kulli məkrub, ya faricə kulli məğmum, ya rahimə kulli mərhum, ya nasirə kulli məxzul, ya satirə kulli ma'yub, ya məlcəə kulli mazlum. Subhanəkə la ilahə illə əntəl əmanul əmanu, xallisna minən nar. Duanın mənası. Ey bütün sənət əsərlərinin sənətkarı. Ey bütün yaradılmışların yaradıcısı. Ey ruzidən asılı olan hər bir varlığın ruzisini verən. Ey bütün mülk və hakimiyyətin sahibi. Ey bütün sıxıntıda olanları rahatladan. Ey qəm və sıxıntıya düşənlərin qəm və sıxıntısını aradan qaldıran. Ey rəhmət və şəfqətə möhtac olanlara mərhəmət edən. Ey yardımdan məhrum qalan hər kəsin yardımçısı olan Rəbbimiz. Sübhan sən ya Rəbb, səndən başqa ilah yoxdur. Səndən aman diləyirik, qoru bizi cəhənnəmdən. Amin, ya Rabbəl aləmin.